Əziz qadınlar, sizi mən Aygün, Ayka Uşaq kanalı ürəkdən Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Hamınıza can sağlığı, saadət və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Bayramınız mübarək. Bəşəriyyətin ən həssas, ən qayğıkeş, ən zərif, ən incə, ən müqəddəs, ən əlçatmaz varlığı olan qadınlar. Siz hər zaman dərin hörmətə və ülvi məhəbbətə layiqsiniz. Ürəyinizdəki bütün gözəl arzu və xəyallarınız gerçək olsun, əziz xanımlar. Bayramınız bir daha mübarək olsun. Hörmətlə Aygün Əliyeva. Ayka Uşaq kanalına abunə olmağı unutmayın dostlar.